Dostlar, buraya gedir, ünvan. Bir sayılı Ağac Emal Zavodunun həyətində ərazisində yaşayan 20 dən məcburi köçkünlər adından. Məcburların haqqına girən bizim məcburi köçkün imkanı olanlara buradan bildirmək istəyirəm. Bunların bir dənə baxın, bir dənə durumuna. Baxın, görün, bir günləri gəlin burada yaşayın, bircə gün. Heç çox demirəm, bircə gün. Buranın hamamına girin, o vedrada suyu qızdırın, hələ indiyənə kim bilmirsiniz su nədir. Qızdırın, bax, bunlar nətər çimirlər, gəlin bir günləri burada çimin, ondan sonra bilin ki, məcburi köçkün nə deməkdir. İmkanınız var, pulunuz var, maşınınız var, Bakıda eviniz var, Sumqayıtda eviniz var, maşınlar, nə bilim, doludur, hər bir şeydə şəraitiniz də var. Çörə pulu alırsan. Məktəbdə uşaqların qəşəçəni yedirlər, dövlət hesabına məcburi köçkün statusu adından da oxuyurlar. Bizim də balalarımız deyə qalıb burada, maşallah olsun. Buna bax, maşallah olsun. Ana, sözüm var de. Bizim o, həmən o məcburi köçkün imkanı olanlar var. Sözünüzü deyin, qollar da görsək ki, mən elə belə demirəm. Gör, nə deyil? Qulaq asılar bir çəyimizə. Dağda da sağlıqlarına qismət, evləri var, eşikləri var, xarici maşınları var. Onlara gətirib ev verirlər. Harada veriblər? Sumqayıtda. Dəqiq bilirsiniz, nə bu informasiya? Biz də qalmışıq bu sürüsünün. Sizin haqqınıza girib də həmən məcburi köçkün. Bizə vermirlər. Hamıdan qabaq biz getmişik, hamıdan qabaq baxbalamız sənin cənəki. Gedib ərzəmizdə vermişik. Hə, yaxşı. İndi gedirlər. Gedirik, deyir ki, Siz köçürmə obyekti deyil. Buranın ünvanı denən, Elvin müəllimə denən ki, Bayram Hacıyev gəldi, bura getirir. Gəlsən olsun. Yavaş yavaş. Bir sayılı eşitsən. Gəldər müəllim bax. Baxacaq indi, baxacaq. Bir daha da məcburi köçkünlər, imkanı olanlara, mən elə belə demirəm buna. Sizə deyirəm ki, çəkilin, oturun evinizdə işlə. Bunların haqqına girməyin. Bunlara müvəqqəti verilir. Sizə nətər? Elə eləməyin ki, sabah torpaqlarımıza qaydanda sizə orada zabor qoyaq, oraları qoymayaq. Bax, bunlar qoyacaq, ha, zaboru. Bax, bilin. Adınıza pasportda Qubadlı, Zəngilan, Füzuli, Zəngilan, nə bilim, Cəbrayıl, Şuşa, Füzuli, Xocalı yazdıran imkanlara deyirəm. Bir oturun, bir yaxşı-yaxşı düşünün. Gördün, bunların durumu bax, bu deyib, bax, bura. Çartalara yazılır. Başa düşdünüz? Yoxlayacağım, yenə də deyirəm. Verəcəm, şikayət eləyəcəm. Araşdırmaya da verdirəcəm. Komissiyada tələb edəcəm. Həmən evlər oradan çıxsa, cinayət işi açılmanda tələb edəcəm ki, onların hamısı bir 15 gün içəridə yatsın, ağılları başlarına gəlsin ki, dövləti allatmaq olmaz. Onlara da kim şərait yaradırsa, onlar da cəzasını alacaq. Sağ ol. Başqa sözünüz var? Görürəm, görürəm. Sözünüz var. Yaşasın Azərbaycan dövləti. Çox, sağ ol. Sağ ol, sağ ol. Sağ ol. Sağ ol.